Bu tip məlumatlardan xəbərdar olmaq üçün videonu bəyənin. Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? Salam, hörmətli izləyicilər. Bu videoda son günlər bir çox insanın maraqlandığı vacib mövzulardan birini aydınlıq gətirəcəyik. Söhbət əlilliyi olan valideynə qulluq edən şəxslər üçün nəzərdə tutulan vergi güzəştlərindən gedir. Bir çox vətəndaş düşünür ki, belə şəxslərə avtomatik olaraq xüsusi vergi güzəşti tətbiq edilir. Lakin qanunvericilikdə bununla bağlı müəyyən şərtlər və qaydalar mövcuddur. Əvvəlcə qeyd edək ki, əlilliyi olan valideynə qulluq etmək böyük məsuliyyət tələb edən bir işdir. Belə insanlar gündəlik həyatlarında valideynlərinin qayğısına qalır. Onların müalicəsi, ehtiyacları və digər vacib məsələləri ilə məşğul olurlar. Dövlət də sosial müdafiə tədbirləri çərçivəsində müxtəlif istiqamətlərdə dəstək mexanizmləri tətbiq edir. Vergi güzəştlərinə gəlincə isə burada əsas məsələ şəxsin hansı statusa malik olması, harada işləməsi və qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun gəlib-gəlməməsidir. Hər bir şəxsə yalnız əlilliyi olan valideynə qulluq etdiyi üçün avtomatik vergi güzəşti tətbiq edilmir. Güzəştlər yalnız qanunvericilikdə göstərilən hallarda və müəyyən meyarlar əsasında həyata keçirilə bilər. Əgər şəxs rəsmi əmək fəaliyyəti ilə məşğuldursa, onun gəlirlərinin vergiyə cəlb olunması mövcud qanunlara uyğun müəyyən edilir. Bəzi hallarda sosial xarakterli güzəştlər və ya azad olmalar nəzərdə tutula bilər. Bunun üçün aidiyyəti dövlət qurumlarına müraciət etmək və tələb olunan sənədləri təqdim etmək vacibdir. Eyni zamanda əlilliyi olan şəxslərin özləri üçün də qanunvericilikdə müxtəlif vergi güzəştləri və sosial təminat tədbirləri mövcuddur. Lakin həmin güzəştlərin birbaşa qulluq edən ailə üzvünə aid olub-olmaması konkret hüquqi vəziyyətdən asılıdır. Əgər ailədə əlilliyi olan valideynə daimi qulluq göstərilirsə və bununla bağlı rəsmi status müəyyən edilibsə, həmin şəxs müxtəlif sosial ödəyişlər və digər dəstək proqramları barədə də məlumat ala bilər. Bunun üçün vətəndaşların aidiyyəti dövlət qurumlarına müraciət etməsi tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, vətəndaşlar yalnız sosial şəbəkələrdə yayılan məlumatlara etibar etməməli, rəsmi açıqlamaları izləməli və hüquqlarını dəqiq öyrənməlidirlər. Çünki vergi və sosial təminat sahəsində qanunvericilikdə zaman-zaman dəyişikliklər edilə bilər və yeni güzəştlər tətbiq oluna bilər. Əgər gələcəkdə bu istiqamətdə yeni qərarlar qəbul edilərsə və ya əlilliyi olan valideynə qulluq edən şəxslər üçün əlavə vergi güzəştləri müəyyən olunarsa, həmin dəyişikliklər rəsmi qaydada ictimaiyyətə təqdim ediləcək. Bu səbəbdən belə məsələlərlə bağlı yalnız rəsmi məlumatlara əsaslanmaq daha doğru seçim hesab olunur. Əziz izləyicilər, siz və ya yaxınlarınız əlilliyi olan valideynə qulluq edirsinizsə və bu sahədə hansı hüquqlara malik olduğunuzu öyrənmək istəyirsinizsə, aidiyyəti dövlət qurumlarından ətraflı məlumat almağınız faydalı olar. Biz isə sosial ödəyişlər, pensiyalar, müavinətlər, vergi güzəştləri və digər vacib yeniliklərlə bağlı rəsmi məlumatları sizə çatdırmağa davam edəcəyik. Yeni xəbərləri ilk öyrənmək üçün videonu bəyənməyi, kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Diqqətinizə görə təşəkkür edirik.